Hər vaxtınız xeyir olsun. Siminarə sizi və izləyicilərimizi Şuşa şəhərindən salamlayıram. Şuşa şəhərində bugün daha bir beynəlxalq tədbir keçirilir. Şuşa bugün Gastronomiya gününə ev sahibliyi edir. Artıq dünəndən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı Şuşa adlı tədbirin açılış mərasimi keçirilmişdi. Bugün isə tədbirin növbəti günüdür. Növbəti gündə isə birinci olaraq Turizm üzrə Ekspertlər Şurasının 9-cu iclası keçirildi. İndi isə Tut bağında Gastronomiya günü təşkil olunur. Burada atmosfer çox gözəldir. Şuşanın havası yağışlı olsa da burada kifayət qədər aktivliyi hiss eləmək mövcuddur. Müxtəlif stendlər var ki, burada həmin ölkələr öz stendlərini nümayiş etdirirlər. Öz ləziz təyamlarını milli ornamentlərlə bəzədilmiş xüsusi qablarda turistlərə təqdim eləyirlər və mən bir daha vurgulamaq istəyirəm ki, tədbirin əsas mahiyyəti Şuşanı, bütövlükdə regionu qlobal qastroturizm xəritəsində mühüm mərkəzlərdən birinə çevirməkdir. Gastronomiya günü çərçivəsində nümayiş etdirən nümunələr sadəcə qida deyil, hətta hər bir xalqın tarixi, coğrafiyası və həyat tərzi haqqında vizual və dad hekayəsi haqqında fikir formalaşdırır. Açıq hava stendlərində isə təqdim olunan təyamlar İqtisadi Əməkdaşlıq Təşkilatına öz dövlətlərin zəngin mətbəx fəlsəfəsini əks etdirir desə yerinə düşər. Təbii olaraq ki, burada müxtəlif ölkələrin stendləri var və yerli sakinlərlə yanaşı turistlər də burada öz vaxtlarını arzuda keçirirlər və unudulmaz bir xatirə yaşayırlar desə yerinə düşər. Tədbir yalnız hazır məhsulların sərgisi ilə məhdudlaşmır. Peşəkar kulinarlar tərəfindən keçirilən canlı təlimlər də qonaqlara təqdim olunur və Dövlət Turizm Agentliyinin də əslində bu istiqaməti prioritet seçməsi təsadüfi deyil. Müasir turistlər artıq abidələrlə yanaşı həmçinin dadlarla da tanış olmaq istəyirlər ki, onlar getdikləri ölkələrdə onların təyamlarını yadda saxlamaq istəyirlər və Özbəkistan stendini hazırda operatorım sizə göstərir və mən xahiş edəcəm ki, Azərbaycan stendinə biz diqqət çəkək. Çünki mən bir mənalı deyə bilərəm ki, ən çox qonaq Azərbaycan stendindədir. Azərbaycan da buradan milli təyamlarını təqdim eləyir. Və tədbirin rəsmi hissəsindən sonra artıq başladı və rəsmi hissədə mən biraz danışmaq istəyirəm ki, rəsmi hissədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış etdi və o qeyd etdi ki, Şuşada gastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət eləyir. Hazırda isə gastronomiya günü davam eləyir və axşam saatına dək də davam eləyəcək və artıq 4-cü dəfədir ki, gastronomiya günü Şuşada keçirilir və Şuşada atmosfer çox gözəldir və qeyd etdiyim kimi Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi eləyir və İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı seçilməsi ilə əlaqədar sizlə tədbirlər isə davam edəcək. Sabah da növbəti iclası olacaq. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edəcək tədbirdə. Eyni zamanda isə orada nazirlərlə birlikdə turizm sahəsində olan yeni məsələlər də müzakirə olunacaq. Növbəti günlərdə isə yenidən Şuşadakı tədbirlərlə bağlı sizə ətraflı məlumat verəcəyik və bir məqamı da qeyd eləmək istəyirəm ki, bu gastronomiya günündə milli musiqilərimiz də səslənir. Burada iştirakçılar öz asudə vaxtlarını çox səmərəli keçirirlər. Bəli, isimləri mənim sizə Şuşadan çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir.